Salam əziz abituriyentlər. Bugün 25-i 5-ci ay 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanının suallardan birinə nəzər salacağıq. Sualda doğru sıranı müəyyən etməyimizi istəyir. Sıralar verilib 6 sıra. Qoruqlar və milli parklar, həmin milli parklar və qoruqların yerləşdiyi inzibati rayonlar, fiziki coğrafi rayonlar və mühafizə edilən təbii komponentlər arasında uyğunluğu müəyyən etməliyik. Birə baxaq. Göygöl. Göygöl Milli Parkı Göygöl rayonunda doğrudur. Fiziki coğrafi rayon olaraq Gəncədir. Qarmaqvari, Şam və Xallı Maral. Doğru. Biri doğru götürürük. Burada B və E variantlarını çıxırıq. 2-yə baxaq. Türyançay qoruğu Ağdaş rayonunda doğru. Ceyrançol Acınoxur fiziki coğrafi rayonunda doğru. Ardıc və Saqqız ağacı qorunur. Doğru. Deməli, ikinci də doğru olacaq. Bütün variantlarda onsuz da 1 və 2 verib, ona görə də davam edək. 3-ə baxaq. Qızılağac Milli Parkı, İmişli rayonu. Xeyr. Biz burada Neftala və yaxud da Lənkəran, amma əsas səsi Lənkərandadır. Fiziki coğrafi rayon olaraq Kür Araza düşür. Doğru. Su quşları doğru. Burada İmişli rayonuna görə 3-ü çıxırıq. Deməli, C variantı da ola bilməz. Artıq bilirik ki, 4 səhvdir, amma yenə baxaq. Şirvan qoruğu, Şamaxı yox. Deməli, Salyan rayonu olacaq. Küdrü Şirvan yox, Kür Araz olacaq. Ceyranlar isə doğrudur. Qaragöl. Qaragöl yerləşir Zəngilan. Zəngilanda deyil uşaqlar. Laçındadır. Səhv. Qarabağ vulkan yaylası doğru. Göl kompleksi doğru. Zəngilana görə 5-də çıxırıq. 6. Ağgöl, Ağcabədi və Beyləqanlı doğru. Kür Arazı doğru. Su quşları doğru. Doğru cavab 1, 2 və 6-dır.